Bir insan sənə həsəd aparırsa və sənin üzünə deyirsə, sənin hər şeyin var, məsələdə, belə insanlara nə demək lazımdır? Və deyir ki, həmin gün və yaxud ondan sonrası gün insan deyir pis olur. Biz həsəd barədə mövzuda danışmışıq. Bəli, danışmışıq. Orada bir daha qeyd edirəm. Ümumiyyətlə, bir ilk növbədə Allaha sığınmaq. Allaha sığınmaq. Necə ki, Ən-Nəs Fələq surəsində وَمِنْ شَرِّ حَاسِدٍ إِذَا حَسَدٍ. Yəni, Allah Teala bizə bu surədə buyurur ki, həsəd aparanın şərindən Allaha sığınaq. Digər tərəfdən də fikir verməmək lazımdır. Zikirləri etmək, yəni gözdəymə zikirlərini, ola bilər göz dəyir, ola bilər özü mənəvi ona təsir edir, mənəvi sıxılır, təsir edir ona. Və bilməlidir ki, yəni həmişə bunu nəzərində tutsun ki, Allah Teala ona əgər ziyan yazmayıbsa, zərər yazmayıbsa, heç bir minlərlə həsəd aparan ona həsəd aparsa belə, bu Allahın ona yazdığını dəyişməyəcək. Yəni, Allahın ona yazdığı xeyrin qarşısını almayacaq. Və Allah ona əgər bir zərər toxunmasını istəsə, o halda bunun da qarşısını heç kəs ala bilməz. Yəni, hər şey Allahın əlindədir. Davam eləsin və səbəblərdən tutsun, bəli, həsədə səbəb ola biləcək əməllərdən çəkinsin. Həsədə səbəb olur. Bəzi insanlar, məsələn, baxırsan ki, statuslarında ancaq yeyib, içmək, məsələn, övladlarını və s. Yəni, ancaq bu şeyləri paylaşırlar və sonra da bir hadisə baş verəndə deyirlər ki, niyə oldu? Uşaq niyə xəstələnir? Yəni, səbəblərdən tutmaq lazımdır. Yəni, belə şeyləri paylaşmağın nə mənası var? Yəni, sən özün birincisi, kimlərdəsə ola bilər, yoxdur bu şeylər. Kimsə ola bilər, imkanı yoxdur istirahətlərə getməyə və s. müəyyən yeməklə. Və sən bunu eləməklə bir ilk növbədə başqalarının qəlbinə kədər sala bilərsən. Digər tərəfdən isə özünün gözə gəlməyinə və başqalarının sənə həsəd aparmağına səbəb ola bilərsən. Və ona görə də belə şeylərdən çəkinmək lazımdır. Yusuf Əleyhisselamın atası Yaqub 11 oğlu var idi. 11 oğlu Yusuflə birlikdə 12. 11 oğlu vardı və hamısı da yaraşıqlı idi. Onları Misirə göndərəndə nə dedi onlara? Dedi, hamınız bir qapıdan girməyin. Başqa qapılardan girin ki, yəni görməsinlər və görüb gözə gətirməsinlər. Yəni, səbəblərdən tutmaq lazımdır.